sənin problemin qarşılaşdığın eksklüziv deyil. Minlərlə, milyonlarla bəlkə də insanlar o yolu keçiblər səndən öncə. Onlardan öyrənmək olar. Müxtəlif üsullar var. Hansı ola bilər ki, bugünkü günü sənə hələ açılmayıbdır. Bax, özünkişaf yolu sənə bax onu verir. Qısa olaraq desək, sənin seçimlərin və variantların artır. Yəni, əgər məsəl üçün, bugünkü günü sən baş ağrıya qarşı parasetamoldan o tərəfə bir şey bilmirsənsə, sabahsı günü bu mövzunu araşdırdıqda, biraz dərinliyinə gedəndə, sən başa düşürsən ki, parasetamol sadəcə simptomla mübarizə aparmaqdır və sabahsı günü sən onun əks təsirini də görəcəksən. Və o qədər bir şeylər var ki, yəni, həqiqətən də səni şəfalandıra bilər. Və ümumiyyətlə, başa düşürsən ki, sən öz sağlamlığını, sənə verilən sağlamlığını başqalarında tapa bilmərsən. Və əgər bu məsələ sənin qapını döyübdürsə, başa düşürsən ki, yəni bu sənin özünlə bağlıdır da, demək bunun səbəbini tapmalıyam. Yəni, nəsə baş verdisə, bu artıq bir nəticədir. Cahillik pilləsində yaşayan insan o nəticə ilə mübarizə aparır. Onu düzəltməyə çalışır. Onu həll eləməyə çalışır. Onu həll elədi, başqa tərəfdən başqası çıxdı. Problemin arxasınca problem. Amma niyə mənim qarşıma belə bir şeylər çıxır? Nəyimlə, hansı hərəkətimlə, hansı əməlimlə mən belə bir şeylər yaradıram? Cahillik pilləsində yaşayan insana belə bir şeylər açılmır.